Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Yaqut müəllim. Sizlə daha bir qayda izahı üstündə danışıram. Bu isə söz birləşməsi ilə ifadə olunan kitablardır. Uşaqlar, 9 illik buraxılış imtahanında 12 aprel tarixində keçirilmiş imtahanda da belə bir suala müraciət olunmuşdu və söz birləşməsi ilə ifadə olunan kitab nümunəsi şagirdlərə tapmaq tapşırılmışdı. Bu zaman variantların birində nida ilə verilmiş bir kitab var idi, digərində isə söz birləşməsi ilə ifadə olunmuş kitab var idi. Biz sadəcə nəyə diqqətli olmalıyıq? Köməkçi nitqçələri haqqında nidanı öyrənmişsiniz. Bilirsiniz ki, məsələn, deyirəm, ay uşaqlar, bura gəlin. Burada siz söz birləşməsi şəklində ifadə olunmuş kitabı görməyəcəksiniz. Nəyə görə uşaqlar? Çünki ay nidadır. Ayın leksik mənası yoxdur. Burada bizim sadəcə olaraq kitabımız uşaqlar sözüdür. Burada sadəcə isimlə ifadə olunmuş sadə bir kitab nümunəsi görmüş oluruq. Demək, biz bu variantı səhv olaraq qeyd etməliyik. Amma məsələn, belə bir nümunə yaza bilərəm. Əziz dostlar, sizləri təbrik edirəm. Artıq burada birləşmə varmı? Bəli. Deyəcəksiniz ki, artıq mürəkkəb bir xitab nümunəsindən istifadə olunub. Çünki birləşmə ilə ifadə olunmuşdur. Bu fərqi ümid edirəm ki, aydın şəkildə ayırd edə bilirsiniz. Nida əsas nitq hissəsi deyil, leksik mənaya malik deyil. Ona görə də biz onu söz birləşməsi şəklində götürmürük. Sadə xitab nümunəsidir. Amma ikinci nümunədə isə artıq birləşmənin işləndiyini şahid oluruq və mürəkkəb xitab nümunəsidir. Bəzən şagirdlər deyir ki, müəllim, xitab ümumiyyətcə belə deyək də, cümlə üzvü deyil. Bəs sintaktik əlaqə də mi olmayacaq xitabın içərisində də? Xitab biz bilirik ki, cümlə üzvləri ilə heç bir sintaktik əlaqəyə girmir. Düzdür, məna əlaqəsi olacaqdır, amma sintaktik əlaqəsi isə olmur. Yəni, cümlə üzvü kimi üzvlənmir, daha sonra yanaşma, uzlaşma, idarə, bu kimi əlaqələr də olmur. Amma bu demək deyil ki, kitabın vəzifəsi yoxdur. Kitabın vəzifəsi elə onun kitab mövqeyində işlənməsidir. Yəni, xitab sintaktik vəzifəyə malikdirmi? Bəli, xitab sintaktik bir vəzifəyə malikdir. Elə onun xitab olması əsas vəzifəsidir. Bəs yaxşı, kitabın daxilində də əlaqə ola bilərmi? Bəli, kitabın daxilində də əlaqə ola bilər. Məsələn, deyirəm ki, mənim romantikam, sən də qanatlan. Burada nə gördük? Burada biz üçüncü növ təyini söz birləşməsini işlətdik. İn şəkilçisi yərik hal, romantikam, mənə aid olan romantika. Burada biz həm uzlaşma əlaqəsini, həm də idarə əlaqəsinin işləndiyini şahid olduqmu? Demək, özünün sintaktik vəzifəsi var, eyni zamanda xitab özü öz daxilində sintaktik əlaqələri də əks etdirə bilər. Yəni, kitabı biz heç vaxt deyə bilmərik ki, heç bir, belə deyək də, vəzifəyə malik deyil. Onun az öncə də qeyd etdiyim kimi, sintaktik vəzifəsi var. Bunu həmişə olaraq yadımızda saxlayaq. Sadəcə cümlə üzvü kimi biz onu təhlilə cəlb eləmirik. Cümlə üzvlərindən sintaktik əlaqədə götürmürük, amma məna əlaqəsinə girmiş olacaqdır. Bu da sizin üçün kiçik bir izah. Ümid edirəm, öyrədici, aydın bir izah oldu. Hələlik.